Şəkərli diabetdən əziyyət çəkən xəstələrin əksəriyyətində cinsi problem yaranır. Bu 80-85% hallarda demək olar ki, bu problem kişidə yaranmış olur. Vakuum terapiya aparatının bu cinsi zəifliyin həllində üstünlükləri vardır ki, bu üstünlüklər nədən ibarətdir? Qeyri-invaziv müalicə üsuludur, tam təhlükəsizdir, xəstələrin əlavə dərman qəbuluna istifadəsini minimuma endirir, dərman qəbul edə bilməyən xəstələrdə istifadəsinə göstərişdir. Toxumalara qan axınını sürətləndirdiyi üçün toxumaların qidalanması daha yaxşı olur, mikrosirkulyasiyanı yaxşılaşdırır. Vakuum terapiya aparatı istənilən yaş xəstələrdə istifadə oluna bilər, uzun müddətli istifadə oluna bilər, daha qalıcı effekt göstərir və bu aparatın istifadəsi digər aparatlarla bir yerdə istifadə olunarsa kompleks şəkildə daha yaxşı effekt almaq mümkündür.